Salam əziz izləyicilər. Bu Robello kombisidir. Bu yaxşı kombidir, keyfiyyətli kombidir, uzun müddət işləyir. Kifayət qədər köhnədir. Amma son vaxtlar bir dənə problemi çıxır. O da nədir? Bax bu kran ki var, balaca kran. O təzyiqi artırmaq üçün onu açıb su vururuq. Onda problem yaranıb. Görünür, sadəcə çirklənibdir onun manjeti, rezini olur kran tarafında. Görünür, o çirklənibdir, suyu saxlamır. O səbəbdən də bax, indi az qala 2 bardır təzyiq, suyun təzyiqi. Birazdan 1 bara düşə bilər, yarım bara düşə bilər. Ona görə ki, o suyu saxlamır. Şəbəkənin təzyiqi artdıqca artırır, bunun da təzyiqini azaldıqca da azaldır. Sizin başınıza gələrsə belə bir şey, biləsiz ki, nədir? Yəni, onun ya çatlayır, rezin çürüyür, ya da çirklənir, arasına nəsə düşür, suyu saxlamır. Məqsədim bunu sizin nəzərinizə çatdırmaq idi. Bir də qeyd edeyim təkrar ki, əvvəlki videolarda var, genişlənmə bakı xarab olanda, rezin membran deşiləndə, məsəl üçün, bax, bu təzyiq oynaya bilir. O da ya rezinin deşilməsindən ola bilir, ya da bəzən olur nadir hallarda klapan ağzındakı hava klapanı su, hava saxlamır, ondan da yarana bilir. Ona görə hava vurandan sonra baxa, köpüklə, şampun ya sabun köpüyü ilə yoxlamaq lazımdır, hava buraxmasın. Hələlik sağ olun, salamat qalın.